Göyçayda 1-ci Qarabağ müharibəsinin qəhrəman şəhidi Şakirəm Qurbanovun xatirəsi anılıb. Bu gün Göyçay rayon Şəhidlər Xiyabanında 1-ci Qarabağ müharibəsinin qəhrəman şəhidi Qurbanov Şakirəm Bölgəğa oğlunun şəhadətinin 33-cü il dönümü münasibəti ilə anım mərasimi keçirilib. Mərasimdə Göyçay rayon şəhid ailələri, ictimaiyyət nümayəndələri, din xadimləri, məktəblilər, şəhidin ailə üzvləri və doğmalar iştirak ediblər. Tədbir vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra çıxış edən natiqlər şəhid Şakirəm Qurbanovun döyüşlərdə göstərdiyi igidlikdən, mərdlikdən və vətənpərvərlikdən bəhs ediblər. Onun keçdiyi şərəfli ömür yolunun gənc nəsil üçün örnək olduğu vurğulanıb. Qeyd edilib ki, Şakirəm Qurbanov orta məktəbi bitirdikdən sonra 106 saylı Texniki Peşə Məktəbində sürücülük peşəsinə yiyələnib. 1992-ci ilin iyun ayında torpaqlarımızın müdafiəsi uğrunda döyüş bölgəsinə yollanıb və bir çox ağır döyüşlərdə fəal iştirak edib. O, 1993-cü ilin fevral ayında Qazax rayonunun Lələkənd kəndi ətrafında baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhid Göyçay Şəhidlər Xiyabanında dəfn edilib. Mərasim məktəblilərin vətənpərvərlik mövzusunda səsləndirdikləri ədəbi bədii kompozisiyalarla davam edib. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonunda şəhid Şakirəm Qurbanovun xatirəsinə ehsan süfrəsi asılıb. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.